Geçsen hiç Murat, Murat. Siz çok değerli, güzel insansınız. Sağ ol Həkim. Güler yüzlü Həkim kız. Ey gözleri ben öpsem, oxuyuram senin için. Bu nəğməmi Həkim kız, oxuyuram senin için. Bu nəğməmi Həkim kız. Söyle intizarınım, ne vakta can çekim kız. Oxuyuram senin için, bu nəğməmi Həkim kız. Bak bu mahnı bütün həkimlərimizə geçsin. Bizimlə sənin həkimlərinə geçsin. Zakatalı həkimlər, ümumiyyətlə bütün səhiyyəçilərinə geçsin dostlar. Bizim kıymetli hanım, o tip bacılarına geçsin. Düz deyin Kenan Bey diyeyim. Kenan Bey diyeyim. İnsanlara hürmet koymağa öğreneceğiz dostlar. Eşi hara geçsen darıxacaq can. Esmir hanım Ceylan'ın gözüne ne olur? Fingal çıxıb da, fingal şey olmuşdu, yazıq arvad. Göyərib də, nə bilim, şişib. Xala, mən istəmirəm bizi qoyub gedəsiz, darıxarım. Ürəyim mənim, uzerim mənim, 12'm mənim, canım mənim. Mən çox kövrətdi, lap anam yadıma düşdü. Rabbim bütün dünyadan köçen analara rəhmət eləsin. Sağ ol ay həkim. Allah bütün analara rəhmət eləsin. Mənim anama da, sizin ananıza da, bütün analarımıza rəhmət eləsin. Ana gözəl şeydir. İnanın hər gün elə günüm yoxdur ki, anamı yadımıza salmayaq. Elə günümüz bizim də yoxdur. Mənim başa yoxdur. İndi anam olsa gedib şikayətlənərdim, sözlərimi deyərdim, ay ana, sən səbəb oldun, bax biz nə hallara düşdük, evimizdən, eşiyimizdən uzaq düşdük, sən səbəb oldun, Nigarı göndərdim sənin kəndinə, sən dediyin yerə, ay ana, gör mənim balalarım necə pərən-pərən düşdülər, necə ayrı düşdülər, mənim nəvəm necə ayrı düşdü, nəvələrim pərən-pərən ayrı düşdülər, ay ana. Eşqə düşən Həkim amin, Allah anana rəhmət eləsin. Həkim Allah rəhmət eləsin. Kim nə deyirsin, heç kimin sözünə baxma. Get ailə qur, siz hər şeyə layiq olmalısınız. Bunu yazır 8190 Uzi. Çox sağ ol, çox təşəkkür edirəm canım mənim. Sən xoşbəxt olmağa layiqsən 57-35. Məkanın nur içində olsun. Amin dostlar. Mənim anam çox əziyyət çəkdi. Çox. Pastel xəstəsi idi. 7 il qaldı pasteldə. Mənim yanımda öldü. Rəhmətə getdi anam. Mən bastırdım anamı. Qohumlarımla bərabər əlbəttə ki. Salamı gün verilişdə görmədim sizi. Niyə? Mən verilişdəydim, tərəzi bürcü. Biz xala ana hər yerdə, yaşlı anadır əlbəttə ki. Nigarı qoyub getmir, Nigarı da aparacam. Prosta uşağın biraz şeyi var, o da vəkilimiz işləyir inşallah. Allah qoysa uşağında bəzi şeylər var, indi buradan demək olmur. Xanım, sən cavansan. Sağ ol, Banu Çiçək, necəsən? Allah rəhmət eləsin. 7 il anam qaldı. Təsəvvürün anamın heç əli bax belə qalxmırdı. Onda sümük əriməsi var idi. Mən nələr çəkdim Nərgizlə. Nigar onların evindəydi. Hələ ayrılmamışdı o.
zibildən. Amma Nərgizlə mən nələr çəkdik, nələr, onu bir Allah bilir. Hava xoşun olsun ayana. Hava xoşun olsun. Fikir eləməyə qızların da xoşbəxt olacaq inşallah. Allah qoysa inşallah. Hə canan, ana gözəl şeydir, ana yaxşı şeydir. Anaların qədrini bilmək lazım. İndi özümə deyirəm mən zamanında məsələn insanıq da, insan evladıyıq. Anam belə deyəndə dedim, ey mama, yaxşı sən Allah məsəl cavab qaytarırsan. Amma indi deyirəm, kaş ki, heç onu da sözünü deməzdik. Salam xanım, siz ailə qurmağa layiqsiz, kim nə deyir desin. Qəlbi qırıq qadın yazır. Sağ ol canım benim. Salam İsmi xanım, necə? Salam ya Hüseyin, necəsən? Maya Məlmək, salam, necəsiz? Salam eşi, evlatlar da ananın yerini vermir. Bəli, heç kəs ananın yerini verə bilməz. Boy Dilşad, sən haralardasan canım mənim? Hə, ürəyim. Canlı çıxır nə? Bacı qurban sənə, Allah analarımıza rəhmət eləsin. Məmmədova, necəsiz? Amin. Axşamınız xeyir. Can, Miranım, necəsiz? Aybəniz xanım, neyinirsiniz? Miranı öpün. Yox, yox, canım, yoxdur. Yoxdur, Nərgizin evladı yoxdur, canım mənim, yox, yox. Mən neçə gündür sizi görmürəm, xala. Necə görmürsən? Qulə da yoxdur, ay Dilşad, Diliş. Nəysə, belə dostlar, çıxaq, hə? Canlı çıxın, bu canlının hara kəşfətdə var bu? Ləzgi balası, ləzgiləri xoşlamırsınız, yazır. Əlbəttə xoşlayıram, bu nə sözdür? Biz ləzgilərlə bir yerdə böyümüşük, uşaqlığımız orada keçib, onlarla bir yerdə keçib, ondan sonra nətər deyim, bizim rayonda çox millətli şeylər, nətər deyim, insanların arasında yaşamışıq, yəni içərisində, indi demək istəmirəm, adlarını çəkmək istəmirəm, Zaqatalada çox, bu millətdən çox var, yəni bura yazıb, həmçə hürmətlərimiz var, amma ki, bəzi ünsürlər var da orada, bəzi şeylərdə onlardan idi, başa düşdünüz, ona görə biraz yazıram, niyə oxumursunuz demək istəyirsiniz, canım mənim, bayaq salam, İlham salam, necəsən Əliyev? Oxumursuz yazır, ləzgi balası, canım mənim, bayaq salam verdim axı sənə mən. TikTok'a necə olub, bildiriş gəlmir. Takip elə də bu səhifəni. Sən takip eləmirsən onda bu səhifəni, Dilşad. Ona görə bildiriş gəlmir. Başqa yedək səhifələr açılacaq sabah dostlar. Onlara takip lazım olacaq, takip eləyərsiniz. Mən elan eləyəcəm səhifələrdə. İnci Mübusin neçənci əlinizi? Məlahət Hacıyeva. Sizlər yaxşı olasınız. Sağ ol İlham. Tanıyın sonra. Hə. Edirəm modam burada. Hə, çox adamız eləmə. Bax, mən bunu açandan 2-3 nəfər